Esirin oldun. Bu niye öz-özünə işığı sönür ekranın? Yaxşıyam. Televizor deyirəm, telefonun ışığı niye sönür? Doğrudan bu niye belə olur? Monitörün ışığı sönür. Yox, niyətdə deyirəm. Proqramist, mənim nəyimə lazım? Sən nə ləzzət edir, nə ləzzət eləmir. Mən sənin ləzzət edib eləməməyinlə nə qədər mənə yəni bu vacib ola bilər ki, sən nəsə ləzzət edir, eləmir. Мне как-то Ruslar demişkən poxuy. Anon axtarar məni başı ola bilər. Orxan. Anon axtarır məni. Deyirəm tarzdayım, gəlsin. Savadın və biliyin normal deyil, qabağa gedirsən. Deməli, sən paxıllıq edirsən qabağa gedənlərdən. Deməli, sən proqramist olmağın heç nəyi değişmir. Sən uğursuz birisən, ona görə də paxıl birisisən, başqalarına paxıllıq edirsən. Я не спокойный, я просто yemeği yedim biraz ona göre. Ya spokойный. Məndən spokойnuluq olar, qurban olum. Просто yemeği yedim, indi biraz şey olmuşum. Eşliğini Türkiye uduzdu. Derdimin de biri Türkiye'dim. Какой dedi спокойный стал. Ах, очень спокойный. Напугали вы меня. Rəsul, başqa evimizdə hər şey salamatçılıqdır, mamon yaxşıdır. Evdə əsas sizdə salamatçılıqdır. Xarici blogerlər diz çöktürürsən, onda mənim yayımımda nə gəzirsən? Deyirsən ki, uğursuzsan, onda necə uğursuzsan? Bəs onda nəyə ləzzət eləmir sənə? Sən nə olmaq istəyirsən? Sən istəyirsən rabitə və texnologiya naziri olasan. Sən bilirsən ki, TikTok'da oturmuşsansa sən qabağa getməyəcəksən. Yəni bekar adamlar sırasındasan sən. Yəni sən əgər bekar adam olmasaydın, xarici ölkələrdəki blogerləri nə bilim diz çöktürsəydin, burada oturmağa vaxtın olmazdı. Yaxşıyam, sağ olun. Yaxşıyam. Yo, əsəbi deyiləm, Rəşad, yemək yedim, biraz ağırlaşdım. Добрый. Да что вам сказать, что вы успокоились? У меня все отлично, у меня все бомба kimi, я спокойный. Вы почему не живете своей жизнью, живете моей жизнью? Hüseyin, necəsən, nə var, nə yox? Hüseyin, gözlü əməliyyat elətdirdin. Kamil əsəbi deyil. Ay Allah, bu cəmaat başdan xarab olub. Ay cəmaat, niyə əməliyəm mən burada? Niyə əsəbisən? Normal danışıram, niyə sakit? Bu ne işitmək istəyirsiniz məndən? Xəstəsiz siz. Sakit danışıram, niyə sakitsən? Əsəbi danışıram, niyə əsəbisən? Başınız xarab olub. Bura girmək olmur. Nə olub? Dükkanda oturmuşam. Niyə əməliyəm burada? Qışqırmalıyam. Doğrudan xəstədir. Sakit danışıram, dükkandayam. Niyə sakitsən? Əsəbi danışıram, niyə əsəbisən? Deyirəm də, şaftalı vişnə, multivitamin. Yox, multivitamin istəmirəm, yox. Bunu yazan da kimdir deyən görün bu şəkildə. Ayda, rangosan nəsən, səndə kişilik olsaydı, heç olmasa öz profilindən yazardım. Deməli, sənin nəslində bir dənə normalı yoxdur. Elə anon qarışıq, bacın qarışıq, normal deyirsiniz ki, heç olmasa kişi ol, öz səhifəndən yazdım. Hə, durumsaq baba, anova eləyəndə mənə də eləyərlər.
Anonla bir yerdə eləyəcəklər məni ki, Anova sürtüşdürün belə. Səni demirəm, proqramist, gəl mən səni bloka qoyum, çünki baş beynimi aparırsın. Yox, səni demədim, proqramist, o söyüş səni dedim, üzr istəyirəm. Ay Allah, yenə də gəldi də burada bu müjgan fanatları, nəm gic-gic adamlar, flankesi niyə dəstək olursan, flankesi olmuram. Yaxşı, Anovuza dəstək olacağım. Düz deyirsən, qurumsaq dədəm, Anovun gününə az qalıb, o bığları var, bığ qoymuşsan. Ay Allah, harada abijinlik var, anasının əmcəyini kəsən var, gəlir mənim yayıma. Yox, işləmirəm, iş axtarıram, iş vermək istəyirsən mənə. Mən işləməsəm də qazanıram. Sən özün görüz və iş tapa bilirsən, bir fəhləlikdən zatdan yeb eləyə bilirsən. Gənciyə salamlar. Soli buradaydı bayaq. Mebildə işləyirəm. Mebil satıram, Nə qədər bambılısan ki... Sən bilmirsən ki, mebil dükkanı mənim dostumundur. Mən 5 ildir bura gəlib gedirəm. Özü mebil dükkanında işləyənlər nə olub ki? Hamısı da dostlarımızdır burada. Ağdaba salamlar. Soli buradasan, girmişsən burada mış-mış baxırsan. Mebil gözəl sahədir, amma mənim sahəm deyirdi. Mənim dostumundur bura. Könlündür bura. Yox, Sulinin qoşulacaq adamlar var. Suli onlarla qoşulur. Yaxşıdır, çox sağ olun. Suli qoşulur Şahin Cavadçı ilə sadla. Onun öz dünyası var. Dostlar, oynamaq istəyirəm bir adamla, sonra vızqırım çıxım. Amma mən oynamaq, mənə düşmürdü oynamaq. Kiminlə oynayayım? Yox, tanışlarla istəmirəm. Elə adam olsun ki, tanımasın məni. Elə adam olsun ki, məni tanımasın. Mən də Alayitdən məşhur. Bəli, könül vəfanın padroqasıdır. Bildik, qaqaş, səhifə ilə bağlı direktə yazsınlar. Bildik. Heydər, çox sağ ol, minnətdarım. Gözümün altını niyə apres edeyim ki? Mənim gözümün altında nə olub ki? Apres edeyim. Mənim gözüm ola bilər ki, yorğunum. Ay Allah, gözümün altı. Başqa yerimi göstərim, gör orada operasiya eləməyə bir şey var, onu da deyirəm. Həkimlər yığışdı bura. Qonşu Wi-Fi ilə girənlər. Yenə də girib burada başladılar məsləhət. Gözümün altını apres elə. Üzündə niyə belədir? Saçın niyə belədir? Burnun niyə belədir? Mən bura məcbur olub gedirəm. Bilirsiniz niyə girirəm bura hərdən? Burada səhifədə takip azalırdı ya. Ona görə məcburən ara bir açıram ki, canlı yayımı da. Gözümün altında torba yoxdur. İş ondadır ki, torba yoxdur. Lap torba var, mənə xoşdur. Neyiniyəsən məni? Evvizə aparıb qoyacaqsan servantın üstünə. Torba var gözümün altında. 47 yaşım var. Neyiniyim? Neyiniyim? Ay Allah. Arzu məndən niyə soruşsunuz? Gedin o vəkillər kollegiyasının üzvü var ya Orxan. Gedin ondan soruşun da. Bütün gün oturub burada. Mənim problemim o ilə idi. Ondan da şikayətimi eləmişəm. Vəssalam da. Getsin. İstəyir Arzunu çəkməni, istəyir müjganı çəksin. Mən Arzu haqqında nəsə yazmışdım. Mən ona yazmışdım ki, gedin də bütün gündə gedir oraya reklam edir. 3-4 dənə vəkili ilə oturub orada. Mən onsuz da dediyimi demişəm, elədiyimi demişəm, özü də bilir. Anovun işverəniyəm. Yəni mən burada baş salmaq istəyirəm ki, burada oturanlar heç kimdirlər. Burada oturub kiminsə haqqında nəsə danışan heç kimdirlər.
Canavara yalvaranlar, şirə dombalaq aşanlar da o. O kimdir ki, kimsə ona? Mən ona sözümü demişəm, deyirəm və istədiyimə də nail olacağım. Vəssalam. Mən prosto indi biraz istirahətsə deyirəm, amma elədiyimi eləmişəm. 10 kimi 1000 dənə adam var ki, gedir. Mən də sabah bir dənə sayt açacağım, gedib oturacağım. O kimdir ki? Bir adam ki, buradan qızlarla, satlarla görüşür, gedir, deyir ki, evli deyirəm ha. Deyir, yazılır da görürsünüz də. Saytın adını qoyacağım rəşad.az saytı. Samuxa salamlar. Sağ ol, Tolik pulunu almayıb ona göre. Kim pulunu almayıb can? Kim pulunu almayıb? Vəfa ilə bugün görüşəcəyik. Ay sağ ol. Pul da kazananda kişi kimi gerek kazanarsan. Yani arvadva paltar sadalanda onun buna dilənməyəsən. Canavar atın. Ne bileyim ondan bundan 100 manat xaricdə oturan devleti söyənlərdən pul dilənməyəsən. Arvadva şalvar almaq üçün, tuman almaq üçün. Ay sağ ol. Mənim heç kimlə işim yoxdur. Mən prosto demək istəyirəm ki, burada oturan heç kim ciddiyyətə almıyor. Heç kimdilər onlar. Onlar heç kimdilər. Heç olsa mənim üçün heç kimdilər. Montana düz deyirsən. Kişi bir dənə sənin anovu saxlayandı. Bacığı saxlayandı bir dənə kişi. Məssalam. Ayda bu fake profillə yazan o kadar yazdı. Yorulmadın. Bu səni bloka qoyum dincəl. Abi nə? Onlar kimdir ki mən onlardan qorxum? O haran zibiridir ki mən ondan qorxum? Nə tuladı ki o mən ondan qorxum? O maşennikin biridir. Mənə nə qədər şeylər yazıblar onlardan. Adam ki evində arvadı var qorxusundan deyə bilmir ki mən ailəliyəm. Ona o adamlar nə demiyorlar? Əliyevində anovun da Səidə ki Sultan kimi diyeceğim kopya alsınlar. Səidə Sultana qurban olsun sənin anon. Dincəldin indi. Necə oldu? Kopyalayıram anovun adına. Deyənim bunu da şeklini götürün paylaşın. Əliyev 402 sənin də şeklini birazdan paylaşacağım. Qoyacağım səni günün peysəri. İndi ged yaşa. Ala bir də mən niyə kimlənsə küsüm? Yox, küslü deyirəm, amma mən neynəməliyəm? Məndən nə gözləyirsiniz? Mən Orxan Sadam çıxım burada bütün gün danışım ki, məni izləyin, nə mənim işim gücüm qutarıb. Başınız xarab olub sizin. Nə gözləyirsiniz məndən? Canlı yayım açıb kimlənsə danışım. Siz xəstəsiz. Başınız xarab olub sizi. Mən canlı yayım açmışam, 2 dəqiqə gözüm girin bura. Durub mən kimisə müzakirə edəcəyəm. Mən xayb tutanam. Əli Rəhimovun adından yalandan səhifə açma gedən Əli Rəhimov mənə bu sözü yazmaz. Əli Rəhimov sənin anovu aparsın, gətirməsin. Yaxşı, get hindi at peysədə yaşa. Yumurta bilmirəm niyə düşüb, nə bilim, deyirlər 1 qəpikdir yumurta. Mən də yumurta çox yeməyən adam. 1 qəpikdir, gündə bir 50 dənə yumurta alsaq, yox 50 dənə yumurta 50 qəpik eləyir, ay Allah. Mən o gün almışdım, deməli, yumurtadan neynəmiyorlar? Qayğanaq pişirmək olar, sonra neyim, qaynadıb yemək olar, sonra neynəmiyorlar? Ne bileyim. Yok hiç şey eləməyin çünkü yani yumurta ne kadar insan axırda ölkə sarılıq olacaq bütün. Tort yok omlet bir dənə omlet eləmiyorlar. Bir de qaynatmaq olar. Pomidor yok başka ingredient qatmamaq şərtilə. Məsəl üçün də başka bir şey qatmamaq şərtilə
Bir də qoqul-moqul eləmiyorlar. O da ki, pesokla qarışdırıb çox yemək olmaz. Yox, yumurta ilə çox şey, çörək ilə pişirmiyorlar, onu bilirəm. Amma bu yumurtanın haqqıdır bunlar alacaqlar. 10 manatlıq yumurta alsınlar. 10 manatı 1000 dənə yumurta düşür. 1000 dənə düşür də 1 qəpikdən. 1 manatı 100 dənə, 1000 dənə. 1000 dənə yumurtanı bunlar uşaqlar sarılıq tutarı yesələr. Yəni bizim cəmaat niyə belə görməmiş deyilib? Gedib bir bütün marketdə yumurtaları daşıyıblar. Nur Türk çox sağ ol. Yalandır. Mən o gün 14 qəpik almışdım. Mən 19 qəpik almışdım. Bizim cəmaat, bilirsiniz nə? Mənim anam o vaxtı, Sovet vaxtı, yadınızdadır bu 20 yanvar oldu. Biz Qaraşxurda yaşayırdıq, məscidin yanında. Anam mənə göndərdi Qaraşxurda, getdim. 10 kilo vermeşil aldım, 10 kilo makaron aldım. Hamısını dəmir qablara yığdı, ağzını bağladı. Sonra açdıq, gördük ki, qurt basıb içini. Yəni o görməmişin bir oğlu olur, gözünü çıxardır. Sən 10 manatı 100.000 dənə yumurta alıb neyə yiyəcəksən onu? Nəslin də yesə sarılıq tutacaq. Yumurtanın çoxu da ziyandır. Bizim cəmaat görməmiş deyilir bəziləri. Yəni alın hər eviniz 2 kletka, 3 kletka aparın qoyun evə. Bunu 10 gün saxlayarsın, 20 gün saxlayarsın. Bunu neçə gün sən saxlayacaqsan? Neçə gün? Xaladenikunda sənin yer də olmayacaq yumurtadan. Yəni nə məcburdur bu? Yəni nə məcburdur bu? Qoyun başqası da gedib alsın da. Yox, bizimkiler hamısını gedib alıb. 10 manatı 1000 dənə yumurta alıb aparıb yığıb evə. Hara yığım arvad? Yer yoxdur xaladenikdə. Ay qardaş, qoy başqası da alsın da. Hamısı da vaxtı keçən yumurtalardır ki, qalıb orada satılmır, 10 gündən sonra lax olacaq. Bizimkiler deyir ki, hər şey məndə olsun, başqasında olmasın. Qurban olum, kasıba qurban olum. Kasıb gündə 10 dənə yumurta yiyə bilər. 5 dənə uşaq gündə hərəsi 2 yumurtadan artıq yiyə bilməz axı. Bu nə qədər yumurta yesin? Elə hər şey kasıbın evində xaladenikdə 10 manata yiyib yumurta niyə alsın? Getsin 2 kletka, 3 kletka yumurta alsın. Bir gün kükü pişirsin, bir gündən daha 1000 dənə yox da. Sonra tullayıb gedəcəklər. Bizdə də evdə belədir. Meyvə alıramsa da alıram, evdə xarab olur. Mən deyirəm, daha işini almayacağım. Yemirsiniz ona görə evdə. Qalır, xarab olur. Kim qoyub? Nurdan İskəndərova. Kim mənə zapret qoyub burada? Harda qoyub? Fake profillə Nurdan. Anovu da sənin Nurdan, bir dənə də daldan. Gedindi. Düzəldin. Necə oldu? Xoşuma gəldi. Nur sənə demirdim ha, Nur Türk, çox sağ ol. Ay xanım, tək yumurta deyib pişirib yemirsiniz. Siz nə qədər uşaqlarınıza yumurta ilə, yaxşı yumurta ilə lobya supu pişir. Yumurta ilə çörəyi pişir. Yumurta ilə kükü pişir. Yumurta ilə nə bilim pirojna pişir. Da sən milyonersən ki, onda da niyə yiyirsən 1000 dənə yumurtanı? Elə gündə 5 dənə, 3 dənə al bəsdir də. Nə görməmiş deyilib evi. Əgər sən hər şeylə pişirirsənsə, niyə yiyirsən onu? Gözün doymur. Mən evimə maksimum 15 dənə yumurta alaram, 20 dənə alaram. O da Milana gündə 2 dəfə yiyir, bir dəfə yumurta yiyir. Sən yumurta küftəsi ilə, yumurta şüpələsi ilə, yumurta qayğanağı ilə, o xaricilər eləyir, o 2 ayda yumurtanı bir-bir ondan elə yiyginən, axırı sarılıq xəstəliyi tutginən, ölgünən. Ay başı, deyir yumurta 1 qəpikdir, ona görə çox alırıq ki, lobya pişirəcək. Sənin lobya almağa imkanın varsa, hər şey pişirməyi alsa, da neyinirsə yayın günü yumurta dolması pişir, yumurta nə bilim katleti pişir. Sonra öyrədim sən, çörəyin orasını burasını yumurta ilə elə, üstünə pesok tök ver uşaqlara. Sən daha uşaqları sarılıq xəstəliyi ilə, axırda yumurta xəstəliyi tutsun sənin uşaqlarım. Sonra da apar 1000 manat, 2000 manat ver, xəstəxanada müalicə elə ki, nə var 1 qəpiyə yumurta alırsan. Allah haqqı da, deyir pomidor yumurta, ay balam pomidor yumurtanı səhər yiyirsən. Yaxşı, axşama da götürgünən makaron qaynat, üstündə yumurta vurayım. Yaxşı, sonra çörəyi pişir o yumurtadan. 1000 dənə yumurtanı sən neyin yiyəcəksən? Yumurta ilə çiməcəksən.
1000 yumurta bilsən nə deməkdir? Kletkada 30 dənədir. 10 kletka 300 dənə. Sən 33 dənə kletka yumurtanı hansı xaladenika yığacaqsan? Bir qəpiklik yumurta, deməli onun bir qəpiklik də dadı var. O qədər qalıb bu istidə. O 2 gündən sonra laxtalanacaq. Öləcək o yumurtanı yiyənlər. Qurban olun, bir qəpiklik yumurta nə ola bilər? Sizcə bunun toyuq heç bilsə ki, onun yumurtası bir qəpiyə satılır. O, götürüb onu yumurtlamaz. Vallahi da yumurtlamaz. Deyər ki, mənə əziyyətdir ki, mən orada qaqqıldaya götürürəm şey deyirəm. Mən yumurtlayıram 5 saat, gücənir orada. Nə var, nə bir qəpiyə yumurta satılacaq. Heç o toyuğun, özünüz fikirləşirsiniz ki, o toyuğun dəni heç bir qəpiyə dən yoxdur. Siz başa düşmürsünüz ki, bu xarab mallardır, sizə satırlar bunu. Necə ki, ölmüş toyuqlar ölür, bir də görürsünüz o. Çəkib paylaşıblar Türkiyədə, toyuq fermasında hamısı ölüb. Hamısını təmizlətdirir, basır marketlərə satırlar. Hamı da alır, yiyir. Yadınızda deyir, bu yaxınlarda bir nəfər tutmuşdular, at əti satırdı. Bütün rayonlara at əti verirdi. Siz də bəhbəhlə yiyirdiniz. Şafa salam. Təbii ki, bax, 14 qəpik, 15 qəpik, 19 qəpik olan yumurta bir qəpiyə necə ola bilər? Özünüz başa düşünün, necə ola bilər? Bu toyuqlar yazıb ki, gündə Azərbaycanda əslində 4 milyon yumurta olmalıdır, 6 milyon olub. 2 milyon fərq edib də, 60 milyon olmayıb ki, sən onu necə götürüb bir qəpiyə verə bilərsən? Xəstə, cəmaatı xəstəsi, indi baxarsan ki, xəstəliklər çıxacaq. Görün, nə qədər insanlar bu yumurtadan zəhərlənəcəklər. Görməmiş deyib, gedib yığıblar xaladenika yumurtadan. Yumurtadan kompot edirlər indi. Yumurta mürəbbəsi pişirirlər. Belə yumurta toyuq, belə toyuq, yumurta ucuzlaşıb, toyuğu da ucuzlaşdırdı. Toyuğu da ver 2 manata, gör verərsən, verməzsən axı. Xarab olmuş yumurtalar basıb cəmaatı bir qəpiyə. Zəhərləyicini baxarsınız, bir həftədən sonra balnitsalarda olacaq adamla. Hamısı zəhərlənəcək yumurtadan. Gedib 1000 manat orada verib müalicə olarsınız. Demirsiniz toyuq çoxdur, çox yumurtlayır, götürün kəsin toyuğu, kilosu 2 manatdan verin geçsin. Gör verərsiniz, verməzsiniz axı. Yumurtalı kompot, yumurtalı qəlyan. Ay Allah, 10 dəqiqə mənə heç kim görməyəcək. 10 dəqiqəlik mənə zat gəldi. Nə deyirlər ona? 2300 adam var, 10 dəqiqəlik zat gəlib. Köhnə deyil, neçə vaxtı qalıb satılmayıb, indi oranı boşaltmaq lazımdır. Yaxşıdır, çox sağ olun. Ay Allah. Gedim götürüm bibimi, dayəmi, aparım, Milananı, 4 nəfəri. 400 dən yumurta alım, gətirim. Qaynadaq, yığaq xaladenika, buzlandıraq onu. Hə, yumurta kebabı. Restoranlarda təzə kebab çıxacaq. Yumurta lüləsi. Yumurta lüləsi ye özdə. Salam menüdə bugün bizim yumurta kotleti var. Yumurta lüləsi var. Yumurta supu var. Sonra yumurtalı çörəyimiz var. Pesokun içində yumurta var. İnanırsınız ki, bizdə çöreğin qiymətini eləsələr 10 qəpik, gedib 1000 dənə çörək alıb evə yığacaqlar, qurdacaqlar, suxari eləyəcəklər, nə bilim, kvas eləyəcəklər. Millətimə qurban olum, hər şeyə bir çarə tapırdı.
Yəni, sabitçələr çörək 10 qəpikdir. Hərə gedib 50 dənə çörək alacaqlar. İnanın ki, onu suxarı eləyəcək. Ondan kvas eləyəcək. Ondan, nə bilim, o fransız ki, suplar olur. İçini qazıb, sup pişirib, tökücü vermişsiniz. Qurban olum xalqıma. Hər şeyə bir çarə tapılır bizdə. Все, arazda уже 2 qəpik oldu. 10 dənəsi 5 qəpik. Vaxt. Sən Allah əskərlərimizi aparıb yumurta verməsinlər yayın istisində. Uşaqlarımıza qoy anama zəng vurum, Almanya'da yumurta bahadır. Anama bir 500 dənə yumurta göndərim Almanya'ya. Ay sizə qurban olum. Püşümüzü araya qoy. Mən araya qoymuram, qurban olum sizə. Amma bu yumurta bir ailədə lap 10 nəfər olsa, 10 manatlıq 1000 dənə yumurtanı alablar, neçə ay yiyəcəklər bunu? Axı yumurta bildiyimə görə bir aydan sonra xarab olur. 1000 dənə yumurta 10 nəfər ailə necə yiyə bilər? Bir adama 100 dənə yumurta düşür. Yumurta tez xarab olur, ala. Yumurta saxlama resepti var. Deməli, yumurtanı qaynadırsınız. Sonra qoyursunuz soyuq suyun içinə. Sonra da yığırsınız marazilkaya. Tərtəmizdə qalır. Qışda yiyə bilərsiniz. Ay Allah. Təsəvvürlə qonaq gəlir, yumurta aşı pişiriblər. Yumurtadan düzəldiblər. Yumurta küftəsi. Küftənin yerinə yumurta qoyublar kartoşka ilə. Qurban olum, restoranlar ağzınacan doludur. Hara gedirsən belədir. Bodruma, Antalya bilet yoxdur ay cəmaat. Hindidən avqust ayınacan bütün biletlər alınıb. Rayonlara gedin, ot tutub yanır. Gedin baxın rayonlara, bir dənə oteldə boş yer yoxdur. Elə yalandan deyirsiniz cəmaatımız. Cəmaatıma qurban olum, heç kim də ac deyir. Toyuğu eləməzlər axı az. Toyuğu niyə eləsinlər? Yumurtalı toyuq. O qoyunun içinə heyvasat doldururlar, düyü. Gorski, spasibo. Təsəvvür ediyorsunuz, toyuğun içinə yumurtaları qoyub, tikiblər, qoyublar, belə qazı. Toyuq içində yumurta. Efirdə indi heç kim yoxdur, tətildir, qurban olun. Verişlər bağlanıb. Bütün verişlər tətildədir. Dostlar, qoy çıxın 5 dəqiqədən sonra girərəm. Çünki gözümü silim, baş üstə. O uşaqlıqda deyirlər, gözünü sil, pox var gözündə. Salam. Salam. İstəmirəm siz baxırsınız, sonra... Yox, atam orada deyib baxırlar. Salam. Qoyun mən çıxım, müştəri gəlib, qurban olum. Ayıbdır, olar görünməz.